Yolumuz Özbəkistanadır. Azərbaycan prezidenti Daşkəndə işgüzar səfərə yola düşür. Azərbaycan lideri burada Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə iştirak edəcək. Azərbaycan və Özbəkistan yaxınlığı özünü dil oxşarlığında da göstərir. Məsələn, Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşü ilə bağlı Bəcikin üzərindəki yazı, Özbək dilindəki yazı əslində bizim üçün də tamamilə demək olar ki, aydın başa düşülür. İndi qırmızıdır da, yaşıl olanda Birinci bortun Daşkənd hava limanına enməsinə bir neçə dəqiqə qalır. Texniki heyət hava limanında çəkiləcək kadrların Bakıya ötürülməsi üçün son hazırlıqları görməkdədir. Fəxri Qaraol hazırdır. Birinci bort artıq Daşkənd hava limanındadır və qarşılanma zolağına yaxınlaşır. Və Azərbaycan prezidentini qarşılayacaq nümayəndə heyəti. Seviklik və səliqə səhman tələb olunur. Azərbaycan prezidentini Daşkənd hava limanında Özbəkistan baş naziri Aripov, Xarici İşlər Nazirinin müavini Usmanov və digərləri qarşılayırlar. Bəzən belə də olur. Sürət və operativlik, səliqə səhman, eyni zamanda protokol qaydalarını pozmadan bunlara riayət etmək tələb olunur. Əsas avtomobil hazırdır. Daşkənd bizim üçün yad şəhər deyil. Özbəkistanla Azərbaycanı ortaq gələcək, ortaq maraqlarla yanaşı, həm də ortaq keçmiş birləşdirir. Vahid etnik kök, vahid dəyərlər, din və s. Eləcə də bugünkü əməkdaşlıq əlaqələri. Bakı və Daşkənd münasibətlərini ötən ilin avqustunda müttəfiqlik səviyyəsində rəsmiləşdiriblər. İqtisadi əlaqələr isə son illərdə ələlxüsus enerji və nəqliyyat sahəsindəki tərəfdaşlıqla dərinləşdirilir. Ötən il Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 252 milyon dollardan artıq olub ki, bu da 2023-cü ilin göstəricisindən 41% çoxdur. Bu ilin yanvar-sentyabr aylarında isə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 87,5% artaraq 319 milyon Amerika Birləşmiş Ştatları dollarına çatıb.
Bu günədək Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon dollar, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon dollar sərmayə qoyub. 2023-cü ildə isə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon Amerika Birləşmiş Ştatları dolları olan Azərbaycan-Özbəkistan investisiya şirkəti yaradılıb. Ötən ilin avqustunda Azərbaycan prezidenti Özbəkistanda dövlət səfərində idi. Bu ilin iyulunda isə Özbəkistan lideri Azərbaycana dövlət səfərinə gəlmişdi. Bu qarşılıqlı səfərlər heç şübhəsiz ikitərəfli əlaqələrə əlavə tonus qazandırır. Azərbaycan prezidentinin Daşkəndə bu dəfəki səfəri isə Azərbaycan Mərkəzi Asiya əlaqələrinə yeni temp verəcək. Son 3 il ərzində Mərkəzi Asiya liderləri Azərbaycana təxminən 30 səfər ediblər. Azərbaycan prezidenti isə həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olub. Bu qarşılıqlı sıx səfər qrafiki nəyi ifadə edir? Azərbaycanla region ölkələri arasında qarşılıqlı marağı, siyasi iradənin mövcudluğunu və əməkdaşlıq potensialını. Daşkənd tamamilə sabahki tədbirə fokuslanır. Texnikalar və təhlükəsizlik əməkdaşları təhlükəsizlik məsələlərinə, şəhəri bəzəyən bayraqlar isə iştirakçı ölkələrə münasibəti ifadə edir. Az sonra Özbəkistan prezidentinin iqamətgahında Azərbaycan və Özbəkistan liderlərinin görüşü başlayacaq. Görüşdə iki ölkə arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Liderlərin tanış olduğu İslam Sivilizasiya Mərkəzinin təməli 2018-ci ildə qoyulub. Buradakı sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiya və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir. Mərkəzin binasında həmçinin 100 min əlyazma və 1 milyondan çox kitab daxil olmaqla nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir. Daşkənddə həmçinin Gələcəyin İrsi beynəlxalq mükafatının təntənəli təqdimat mərasimi keçirilib. Prezident İlham Əliyevin də qatıldığı tədbirdə Azərbaycandan bu mükafata xalq artisti Alim Qasımov layiq görülüb. Bu cür tədbirlər zamanı təhlükəsizlik yoxlamaları ən ümdə məsələlərdən biridir təbii ki.
Liderlərin görüşü təbii ki, kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir. Media mərkəzində bu saatlarda həmkarlarımız iş başında olacaqlar. Başlayaq. Mərkəzi Asiya ölkələrinin 5 ölkədən ibarət bu platforması Azərbaycan prezidentinin iştirakı ilə altılığa çevrilməkdədir. Azərbaycan bu ölkələr üçün həm ikitərəfli qaydada vacib tərəfdaşdır, həm də Avropaya açılan qapıdır. Bu qapıdan həm nəqliyyat, həm də enerji dəhlizləri keçməkdədir. Proqrama əsasən Daşkənd vaxtı ilə 10:55-də liderlərin birgə fotosu nəzərdə tutulur. 11:00-da isə dövlət başçılarının Mərkəzi Asiya plus Azərbaycan formatında 7-ci məşvərət görüşü işinə başlayacaq. Bu görüş 1 saat 30 dəqiqə davam edəcək. Azərbaycan Respublikası Prezidenti İlham Haydarovich Aliyev cənabı aliləri. Özbəkistan prezidenti ev sahibi olan ölkənin dövlət başçısı Azərbaycan prezidentini qarşılayır və jurnalistlər bu görüntüləri media mərkəzində qeydə alırlar. Хотя Азербайджан и расположен на Южном Кавказе, сегодня, благодаря активному взаимодействию, Центральная Азия и Азербайджан являются уже единым геополитическим и геоэкономическим регионом, значение которого в мире неуклонно растет. Мы успешно взаимодействуем в рамках различных международных организаций, поддерживаем инициативы друг друга и вырабатываем общие подходы к решению вопросов глобального и регионального характера. Orta dəhliz üzrə daşımaların artan həcmi isə diqqətə layiqdir. 2014-cü ildən fəaliyyətdə olan və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrinə qədər uzanan bu dəhliz üzrə 2023-cü ildə 2,8 milyon tona yaxın yük daşınıb. Bu da 2022-ci illə müqayisədə 86% çoxdur. 2024-cü ildə yük daşımaların həcmi isə 4 milyon tona çatıb. Orta dəhliz üzrə artan daşımalar məsələsinə Prezident İlham Əliyev Özbəkistana səfəri ərəfəsində Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində də münasibət bildirmişdi. Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin orta dəhliz beynəlxalq nəqliyyat marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan, Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış eləyir. Son illərdə orta dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. Həmçinin Daşkənd sammitində bu məsələ diqqət mərkəzində idi. За последние 3 года грузоперевозки по среднему коридору через Азербайджан увеличились на 90%. Время в пути по коридору значительно сократилось. Международный порт Алят, пропускная способность которого в ближайшие годы достигнет 25 миллионов тонн в год, железная дорога Баку-Тбилиси-Карс, 9 международных аэропортов, крупнейшая грузовая авиакомпания региона и другие факторы превратили Азербайджан в один из международных транспортных узлов.
Daşkənd toplantısında digər liderlərin çıxışına qayıdaraq bildirək ki, bu çıxışlarda da Mərkəzi Asiya bölgəsi üçün Azərbaycanın əhəmiyyətinə və məşvərət görüşlərinə Azərbaycanın tam hüquqlu üzv kimi qoşulmasına xüsusi vurğu edilirdi. Мы построим прочный мост между Центральной Азией и Южным Кавказом. Приложим путь к формированию единого пространства сотрудничества, что, безусловно, усилит стратегическую взаимосвязанность и устойчивость обеих регионов. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də Azərbaycanın bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi. Расширение нашего формата за счет братского Азербайджана откроет перед Центральной Азией новые возможности и широкие горизонты сотрудничества, особенно в сферах международного транзита, логистики и энергетики. Отрада, что наша площадка уверенно закрепляет свою значимость в качестве важного участника международных и региональных процессов. Beləliklə, bu səfər vahid geosiyasi və geoiqtisadi region kimi çıxış edən Azərbaycan və Mərkəzi Asiyanı bir qədər də yaxınlaşdırdı. Məşvərət görüşü isə müzakirə klubu olmaqdan çıxaraq iştirakçı ölkələrin öz siyasi kursunu sinxronlaşdırdığı platformaya çevrilməkdədir.